Sənin elə gülməyindən mən bildim ki, mırtdaşırsan. Ay, dəli oldum. Diqqətlə baxma. Diqqətlə baxsan tutardım onu temanı. Ayda. Dedim, bir sən nə fikirləşdin? Dedim, maşın zad yəqin dönmək istəyəndə təkərindən vurub başırdım. Sonra ikinci şey fikirləşdim. Dedim, yəqin noşkanı tam açmamışam. Çok zındır adamsan. Özərindən görək gəlirəm. Mən deyirəm, mən səni bildin ki, mən süni intellektlə düzəltmişəm. Çok zındır adamsan. Ama yox, bu kaska düşərdi, kaskaya fikir verdi. Sonradan baxıram ki, kaska qalıb belə-belədir yəni. Ha, deyirəm, diqqətlə baxsam fikir verərdin. Necə qasa-qasa gəlim. Ha, burada oturmuşdum şeydə, xəyalın yerində. Ayda. Baxarsan biraz. Nə biləm, dedim, tıxac olmaz yəqin, axşama kimi. Yox, bugün güldür. Beşə Bugün gül başlayır belə. 4-ə 5-ə kimi tıxac olmur. 4-dən 5-dən sonra başlayır. Elə ondan sonra da mən gedirəm. Belə işte. Sifariş verdin ha? Verdim ha, pul çıxmadı, amma 2-3 günə çıxır. biraz geç çıxır ha. Özü şeydə fikir verim sənə Amazonda. Kart yazırsan, o axırıncı CVV kodu istəmir səndən. Necə sığmır? Ha, CVV-siz açıq çıxır pulu. Viza bunlarında. Sistemləri viza ilə Son istifadə tarixini yazan kimi pul çıxır. Çatdırıram. Bütün gün yollardasan. O niyə ata bilmirsən? Yo, nə dəxli var ki? Birincisi hər gün yollarda döyürəm, 2 gün işləməmişəm 6 bazar. İkincisi də ki, tutaq ki, video nəsə olmalı da paylaşırsan, boş yolu paylaşmayasan ki. Ya nəsə bir hadisə olmalı paylaşasan, ya nəsə özün nəsə danışmalısan, paylaşmağa nəsə bir şey olsun. O da hər dəfə nə danışacaq, eyni şey danışmayasan ki, hər dəfə. Fərqli bir şey olmalıdır. Üçüncüsü, evə gedib onu montaj eləmək var. Elə bir dənə montaj elə 2 saat çəkir bir video montajı. O da ki, həvəsin olar. Yəni, sən deyirəm. YouTube-da kanal açmaq istəyirsənsə, bir il içində 100 dənə video atmalısan. Əgər 100 dənə video ata bilirsənsə, deməli, birincisi sənin potensialın var. Deməli, sən 100 video çəkə bilirsən və davamında gələcək. Yəni, adam var ki, hansısa bir mövzuda kanal açır, amma o mövzuya aid tutaq ki, 100 dənə video çəkə bilməyəcək. Həvəsə düşür, açır kanalı. Elə deyil. Amma o 100 video gəlmir. Ona görə deyirlər ki, ilk bir 100 video çəkə bilirsənsə, deməli, sən bu işi davam elətdirə biləcəksən. Gedək buradan biraz benzin vuraq. Benzinim azdır. 95 vurarsan. Ha. De belə qoyarsın. Sağ ol. On manat benzin vurdum. Baba yak. Biz belə sağdan keçərik. O qardaş da keçsin, biz də keçək. İmkan olanda həmişə çalışmıram ki, tutaq ki, belə yolun ortası ilə gedim də. Biraz sağla keçirəm ki, başqa maşın da keçmək istəyəndə onu da yolun, baxmayaraq ki, yol mənimdir, yenə də hörmətlə yanaşmaq lazımdır yolda hamı bir-birinə. Bu velosipedlə işləyənləri görəndə istəyirəm. Deyim qardaş, götür yeməyi, gəl otur arxamda, aparım səni çatdırım ünvana. Mən özüm də o əziyyətləri görmüşəm deyə yayda biz elə indi motosikletlə belə yəni əziyyət çəkir işləyəndə qaldı ki, adi velosipedlə pedal çevirəsən. Üstə gəl ağır sumka. Allah kömək olsun hamının. Həqiqətən çətin işdir bu iş. Maraqlıdır, gözəldir. Nə tərifləmirəm, nə də pisləmirəm bu işi, amma əziyyətli işdir. Həqiqətən əziyyətin qarşılığını alırmı kuryerlər? Gör bu ölkədə kim əziyyətin qarşılığını alır ki, kuryer də alsın. O ayrı mövzu. Amma əziyyəti var yəni, əziyyəti var. Amma sizə deyim ki, mən əvvəl velosipedlə işləyəndə o həqiqətən o söz var, insan deyir hər şəraitə, hər situasiyaya öyrəşir. İnsan bədəninin belə bir şeyi var. Çünki mən həqiqətən də velosipedlə söhbət gedir 2017, 2018, 2019. Bu illər ərzində 3 il, 4 il sırf adi velosipedlə kuryer işləmişəm. Hətta 2016-dan 10 il qabaqdan gedir söhbət. Çox arıq idim, o qədər velosiped sürürdüm. Gündə 7 saat, 8 saat, bütün günü yayda paydam qalxırdım, düşürdüm ki, oruc da tuturdum. Məsələn, yayda o vaxt orucluq yay ayına düşürdü deyə. Orucumuzu da tuturduq. Ağzımız, dilimiz oruc təsəvvür elə yana-yana kuryer işləyirdik. Onunla belə bədənimiz çətinliyə dözürdü. Yəni bədən necə öyrəşirdisə, necə şey eləyirdisə, arıq bədənimiz həqiqətən o çətinliyə öyrəşirdi. İndi o dövrlərdə mənim 18-19 yaşım var idi. 18-19 yaşım var idi. Qardaşın nə qəşəng geyimi var, ləzzət elədi. Qara mənim də qara geyimim var, prosta əynimə olmur. Kökəlmişəm deyə geyinə bilmirəm, dardı mənə. Amma heç kimə də verə bilmirəm, əlim gəlmir, çox qəşəngdir. Yamahanın kurtkasıdır. Nə oldu bu qardaşım? Yol verin keçsin də. Yamahanın kurtkasıdır deyə. Təsəvvür elə ki, gözləyirəm bəlkə arıqlasam, geyinərəm. Amma təbii ki, İnsan gərək əl açıq olsun. Belə şeylərə simicdə eləmək yaxşıdır. İnsan nə qədər əl açıq olsa, başqalarına da işlətmədiyi şeyləri versə, mən belə fikirləşirəm ki, yolu bağlayıblar, deyəsən, prezident keçəcək ya, kim keçəcək?
Mən belə fikirləşirəm ki, insan nə qədər əli açıq olsa, Allah Taala ona o qədər çox verir. Mən belə düşünürəm söhbəti deyil, bu belədir, yəni fakt. Bunu %100 əminliklə deyirəm ki, bu belədir. Nə qədər çox əli açıq olacaqsınız, Allah sizə daha çox verəcək. Bunu %100 yox, milyonda mil. Oy da toza bax. Mən buradan sağa, qardaşım, mən buradan sağa necə dönəcəm? O bütün toz məni sən neyniyər? Vay vay. Yolda ona görə tıxac deyə yolu bağlayıblar. Ayo, yolu bağlamayıblar axı. Sağa dönmək olur. İnşallah İnşallah torpaq məni aparmaz. Sağ ol qardaş. Biz keçdik. Babayak. Babayak, hadi bir sigara. Bura yeni klinikadır. Buradan belə görəsən motosiklet idi. Bizə hər halda heç nə deməzlər. Belə qarşı zolağa çıxıb biraz qabağa getsək. Motosikletlərə belə şeylərdə biraz hörmət eləyirlər, sağ olsunlar. Məsələn, bizə sağ olsunlar, göz yumur maşınlar. Buradan düşürük körpüyə, təzədən qaydırıq və gedirik sifarişimizi çatdırırıq. Gəldik, çatdıq. Baxaq görək biraz qabaqdan. O ki yazır ki, müştəri ki, aşağıda polisə təhvil verin, gedin. O müştəri nə gözəl müştəridir. Gözləmirsən, eləmirsən. Yaydı deyə adam biraz istəyir ki, elə versin sifarişi, çıxsın oradan. Ümumiyyətlə, bu dövlət idarələrinə adam gedəndə biraz sıxılır. Məsələn, bu indi idarələrin çox, məsələn, biri nə bilim neftdir, biri nə bilim vergilərdir, məsələn, əmlak məsələləri nə bilim komitəsidir. Bunların hamısı dövlət idarələridir. Buralara sifariş aparanda istər-istəməz dövlət idarəsidir deyə biraz ciddiyyət var da. Adi özəl şirkətə girəndə adam daha rahat olur. Dövlət idarələrindən sifariş aparanda biraz daha ciddi yanaşırsan da təbii ki. O ciddiyyət sənə heç kim şey eləmir ha. Sadəcə özün onu özlüyündə hiss eləyirsən də, yəni. Ona görə adam istəyir oradan test çıxsın. İstər-istəməz orada nə bilim, məsələn, oranın mühafizə polisi qoruyur, ətrafda hər yerdə kamera, ciddi nəzarət, nə bilim, işçilərin ciddiyyəti falan istər-istəməz sənə sirayət eləyir o. Ona görə adam istər-istəməz şey olur. Bunu görsən burada saxlasam, buradan məni qovlayıb çıxartmazlar. Sifarişim olmayanda düşürəm belə maşının arxasıca gedirəm. Tələsmirəm yəni. Həm yavaş-yavaş gedirəm ki, sifariş gəlsin. Amma sən də buralardan hardansa sifariş gəlsə, həmin istiqamətə dönəcəm. Bu arada o qədər də yaxşı bir şey deyil. Yəni yolda gedə-gedə sifariş götürüb bir anda həmin istiqamətə dönməyin də. Tələsməyin, yəni sağınıza solunuza baxın, eləyin. Ən çox taksi sürücülərinin elədiyi səhvdir bu. Bir də görsən ki, qabağında risk sağa dönür. Məsələn, yolun ortasından sağa dönür də, 3-cü zolaqdan, 4-cü zolaqdan. O böyük ehtimalla sifariş gəlir deyə deyir onu. Bir anda sifariş gəlir, baxmır, eləmir. Deyir, buradan sağa dönməliyəm, riski dananq döndü. Yəni yaxşı bir şey deyil. Ən çox da qəzalar elə ona görə olur. Bu kuryerlərə də aiddir bu arada. Kuryerlərin, ümumiyyətlə, motosiklet deyək də, kuryer deməyək, motosiklet sürücülərinin ən belə yaxşı şeyi odur ki, motosiklet sürəndə sən istər-istəməz iki ayağını və iki əlini də aktiv şəkildə işlətməlisən. Yəni, tutaq ki, deyim, bir əli olmayan adam maşın sürə bilər. Sənin bir əlin yoxdursa, maşın sürərsən. Amma motosiklet sürə bilmərsən. Həmçinin bir ayağı olmayan adam da maşın sürə bilər, amma motosiklet sürənməz. Ki, bu hətta var da, yəni belə adamlar ki, bir ayağı yoxdur, əlildir bu insan. Baxırsan ki, amma maşın idarə eləyir də, rahat. İndi mexanika sürə bilməzdi, amma avtomat sürməyə nə var ki? Bir ayaq olsa bəsdir. Zaten bir ayaq işlədirsən də. Amma motosiklet elə deyil. Yəni sözümün canı odur ki, motosikletdə sən istəsən də telefonla oynaya sürə bilmirsən. Bir neçə saniyəlik götürüb qoya bilərsən cibivə. Əlvi qazdan götürərsən, xüsusilə sağa xaysansa, məcbursan sağ əlvi işlədəsən. Əlvi qazdan götürəcəksən, telefona baxmaq üçün məcbur. Sonra təzədən yenə məcbursan ki, əlvi qaza qoyasan. Ona görə motosiklet sürücüləri daha necə deyərlər, yolda diqqətlidirlər. Özlərindən asılı bir şey deyil ha bu, çünki məcburdur da, yəni sürə-sürə telefon işlədə bilmir. Amma maşın sürücüləri maşında çox rahat telefonla oynaya bilir deyə, bir əl rulda, bir əldə telefonda olur deyə daha çox diqqəti yayınır. Amma siz motosiklet görəndə maşından daha çox qorxun, nəinki motosikletdən. Çünki yəni buna əmin olun ki, motosiklet sürücüsü kiri telefonda ola bilməz də. Olsa da az hallarda ola bilər yəni. Böyük əksəriyyət motosiklet sürücüləri adətən yola fokuslanırlar. İki əldə rulda olur, ayaqlar tormuzda, sağ ayaq və yaxud da hər nə sürürsə. Motosikletdən çox maşından qorxun ki, maşın fikri telefonda olur, motosikletin yox. Hayda, burada gec döndük. Neyse. Babayak. Elə yaxşı ki, geyinmişəm. Qoy bir keçsin. Babayak. Tələsməyin siqnal verməyə. Görsən, adam arxadan siqnal verir, halbuki yaşlı qadın keçir oradan da, yəni durduq yerə dayanmayıb. Yəni hamıdan ağıllı deyilik də. Düzdürmü? Arxada siqnal verək. Yəni adam görür də ki, yaşıl yandı. Belə bir
video çıxdı qarşıma ki, bir oğlan belə bir challenge edir ki, qırmızıda dayanır, yaşıl yananda sürmür və gözləyir. Sən arxasında neçə saniyə siqnal verməsən, həmin saniyəyə qədər sənə pul verir. Tutaq ki, bizim pulla deyək, məsəl üçün də 10 saniyə əgər siqnal verməsən, 11-ci saniyə siqnal versən, sənə 10 manat çıxardır, nağd pul verir, cash. Maraqlı challenge-dir. Hətta bizim ölkədə eləmək olarmı bilmirəm. Deyərsən qırmızıda yaşıl yananda sürmürsən. Bizdə döyərlər adamı. Bizdə sənə adam döyülməkdən qorxmasa eləyər onu. Bizdə döyərlər. Sənə düşüb motosikletlə nəzib keçərlər səni. O qədər elə ideyalar var ki, adam eləyə bilmir Azərbaycan kimi yerdə. Bizim Bakı biraz elə şeylərə çox da uyğun deyil. Bizdə yəni hələ yaşıl yanmamış ki, bir saniyə qabaq siqnal verir ki, qaqaş bir saniyə sonra yaşıl yanacaq. Bax, arxadan görürəm ha səni, yola baxmırsan. Yəni ona belə nəzarət eləyirlər bizdə. Sağ olsun sürücülər. Buradan sol zolaqdan ancaq sola dönəndə, ona görə indi təzədən sola keçim, çünki sola dönəcəm. Skuter almaq istəyirəm özümə, bu sürürləri, skuterlar. Sadəcə qorxuram. Niyəsə bu skuterları sürməmişəm. İnsan bilmədiyi şeydən qorxur da. Mən də sürməmişəm deyə mənə biraz motosiklet sürürəm, bike sürən adam, velosiped, elektrikli velosiped sürən adam elektrikli skuter şeydən qorxur. Halbuki məsələn bütün günü oyunla işləyən uşaqlar var ki, mənə deyir ki, məsələn sən ən rahat elə budur. Məsələn yenə deyirəm, sürməmişəm deyə qorxuram. Keçək burada saxlayaq. Nəyi? Göndərdi də təzəsini. Göy elə görsənmirsən? Sağ ol müəllim. Yazdı. Uşaqlar deyirlər çəkdi. Çəkdi. Amma SMS gəlməyib. Orada saxlamışam. Qarajın qabağında gəlib çəkib kamera. Polis gəlib cərimə yazıb daha doğrusu. Onu deyirdik. 5 manat pul qazanırıq. Onu da gəlib çəkib cəriməliyirlər. Cərimə yazıb amma. Ha? Blogersin. Bəli, bəli. Hardan tanıdınız? İnternetdən? Ha? İnternetdən? YouTube'dan, TikTok'dan gördüm sizi. Like eləyirsiniz? Bəli, bəli. İzləmədə qalın. Azər müəllimsiniz. Bəli, müəllim deyiləm. İşverən Azər. Ay, bayaq orada saxlamışam. Qarajın yanında saxlamışam 5 dəqiqə qabaq. Gəlib çəkib. Ola, mən neynirəm? Nəysə, xeyirli olsun. Xeyirlisi deyək. Olacağa çarə yoxdur. İndi girib birazdan sistemdə baxaram. Normalda çəkəndə o dəqiqə gəlir SMS ki, bəs cərimə olundunuz. Qarajda idim. Bir uşaq girdi, dedi ki, bəs sənin motosikleti çəkdi qayı. İnanmadım açığı. Biraz zarafatım olan uşaqdır deyə. Dedim, yəqin zarafat edir mənlə. Özü deyir, çəkdi, çıx çölə, çıx çölə. Daha çəkəndən sonra nəyə çıxmır? Çəkibsə və yaxud da ki, çəkirsə nə edə bilərəm ki? Yəni 1 saniyə içində çəkir, cəriməni yazır, çıxır gedir. Daha çəkəndən sonra istəyir çölə çıxım, istəyir hara çıxım, istəyir aya çıxım, Marsa çıxım. Daha ki çəkibsə çəkib. Olacağa çarə yox. Elə keçən dəfə özümə fikirləşirəm ki, nə yaxşı son vaxtlar mənə cərimə gəlmir. Deyələ bu da sənə cərimə. Girdim baxdım cəriməyə 40 manat yazıb. Yol aracında saxladığıma görə. Yol aracına, daha doğrusu yol aracına saxlamamışam. Yol aracına 5 metr yaxınlıqda saxlamışam. Ona görə 40 manat 2 bal cərimə yazıblar. Cərimə balım 7 bal oldu. Son 1 ildə 7 bal yığmışam. O 7 balın bəlkə də hardasa bir 5 balı səhv eləmirəmsə elə ancaq dayanma durmadan gəlib. Bu dayanma durmaya bal yazılandan bəri günümüz qaradır da. Əslində dayanma durmaya bal gəlməməlidir. Özdə 2 bal. Dayanma durma 40 manat 2 bal. Səkidə saxladın 60 manat 2 bal. Həmişə demişəm, indi də deyirəm ki, motosikletlərə dayanma durma cəriməsi ya azaldılmalıdır, ya ümumiyyətlə olmamalıdır. Əgər kobud şəkildə saxlamayıbsa. Yəni bu motosikletdir, bu maşın deyil ki, maneçilik törətsin. Qabariti balacadır. Ən belə böyük motosiklet belə maşının yarısı qədər yer tutur.